Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya vel mursalin abdihi ve rasulihi Muhammedin ve ala alihi ve sahbihi ve selleme teslimen kethira. En birinci herkes salamlayıram. Sonra Allah Teala'ya hamd edirəm ki, Allah Teala bizə müvəffəqiyyət verib onun evində yığışmağa və onu xatırlamağa və həmçinin müvəffəq eləyib ibadət eləməyə və müvəffəq eləyib bizi bütün xeyir və salih əməllərə. İnsan nə qədər salih əməllərə meyl edirsə, yəqinliklə əmin olsun ki, bu Allah Teala'nın ona verdiyi müvəffəqiyyət əsasındadır. Əgər insan müvəffəq olursa xeyrə, bu o deməkdir ki, Allah Teala onu özünə tərəf yaxınlaşdırır. Və əgər insan müvəffəq olmursa xeyrə, Allah Teala onu özündən uzaqlaşdırır. Allah Teala böyük və uca hikmət sahibidir. Hər şey onun hikmətinə bağlıdır, elminə bağlıdır. Və təbii ki, insan rahatlıq tapır, o vaxt ki, məsciddə gəlir, o vaxt ki, məsciddə oturur, Allaha ibadət edir və ya Quran oxuyur və ya heç nə eləmir, sadəcə olaraq məsciddə oturur. Çünki Peyğəmbər sallallahu aleyhi və səlləm xəbər verib ki, məsciddə oturmaq, bir namazla o biri namaz arasında gözləmək, sanki namazda olmaq kimidir. Yəni, o saatlar, o vaxtlar əbəs yerə getmir, havayı deyil. Mütləq və mütləq onun üzərində bir xeyir və mükafat tərtib olunmuşdur. Və bunu müvəffəqiyyət edən Allah, bunu quluna nəsib edən Allah, özünə yaxınlaşdırmaq üçün eləyir. Və şək yoxdur ki, onu öz qulunda görür o xeyri. Və şək yox ki, insanın Allah xatırlanan yerdə oturması xeyrin əlamətidir. Əgər insan cəmiyyətə baxsa, görər ki, insanlar nə qədər uzaqdırlar Allah xatırlanan yerlərdən. Və görərsən ki, nə qədər qafildirlər. Lakin, əlhəmdülillah, Allah Teala sənə və sənin qəlbivə salıb və sən heç kim məcbur eləmədən öz ixtiyarınla Allahın evinə gəlirsən. Hansı ki, sən ondan başqa yerlərə də gedə bilərsən. O ixtiyarla, o güclə, o miniylə, o pulla, o vasitələr hansı ki, Allah Teala sənə əta edib onu. Bu, ayrıca Allah Teala'ya şükür yaradan, gətirən məsələlərdəndir ki, Allah bizə asanlaşdırıb bunu. İndi biz gəlirik, gedirik, biz otururuq, elə bilməyək, hamı üçün bu qədər asandır. Adam var ki, 5 dəqiqə otura bilmir. Hövsələsi darıxır, çıxır, gedir. Sən ola bilər, bəlkə də neçə dəqiqə, neçə ola bilər saat, oturursan və rahatsan. Bunu Allah Teala sənin üçün asanlaşdırır. Və bu neymətdir. Buna görə Allah Teala'ya həmd olsun. Həmçinin beynində, qəlbində, zehnində tutmağın ki, məsələn, mən işə namazına gedəcəm. Məsələn, işləri elə tərtibləyirsən ki, mən işaya gedməliyəm və ya məğrib namazını qılmalıyəm və ya zöhrü və ya əsri və ya fəcri. Ona uyğun özünü tənzimləməyin. Bu, Allahın müvəffəqiyyətidir. Allah sənə müvəffəq edir ki, işlərini beynində, qəlbində tənzimləyəsən, hətta məscidə çatasan. Bəzi insanlar elə başa düşür ki, məscidə gəlmək, məscidə daxil olmaq bu cür olur. Yəni, məscidin yanından keçdim, girdim içəri. Elə şey olmur. Məscidin yanından o qədər keçənlər var ki. Elə məscidlər var ki, yolun qırağındadır. Gündə, nə bilim, desəm ki, neçə min insan oradan keçir o yana, keçir bu yana, yalan olmaz. Lakin neçə nəfər orada daxil olur. Neçə nəfər orada Allahı zikr edir. Neçə nəfər orada ibadət edir. Bunlar azdır, yəni, barmaqla saymaq olar. Ona görə məsələ, yəni Allahın insana bunu müvəffəq etməsidir. Təbii ki, insanın öz səyi, öz, necə deyərlər, iradəsini, ixtiyarını istifadə etməsinə bağlı olan bir məsələdir. Lakin Allah müvəffəq etməsə, o zaman insan gələ bilməz. Ona görə bu çox mühüm məsələdir. Bəzən biz qəflətdə oluruq, elə düşünürük ki, asandır, hər nədir, gəldin,
hə, getdim. Bəli, Allah asanlaşdırıb deyə hiss eləmirik. Ona görə bəzən görürsünüz, bəzi ibadət əhli, bəzi ibadət edən insanlar deyirlər ki, vaxt vardı biz falan işləri görürdük, ibadətlərdən. Vaxt vardı biz falan əməlləri edirdik, ibadətlərdən. Xatırlayırlar onları, zikr edirlər. Deyir, indi eləyə bilmirəm. O vaxtı fərqində deyildi ki, necə asan gəlirdi ona. İndi də həminki adamdır, lakin eləmək olmur. Görürsən, eləyə bilmir. Səbəb, Allah Teala müvəffəq edirdi. Allah Teala o şeyi sənin üçün asanlaşdırırdı. Və insan elə zənn eləməsin ki, insan üçün yaxşı əməlləri asanlaşdıran onun malıdır, mülküdür. Elə zənn eləməsin ki, onun elmi də ağlıdır. Elə zənn eləməsin ki, onun gücüdür, qüdrətidir. Yox. Asanlaşdıran Allah Teala'dır. O insan üçün asanlaşdırır və insan da o asanlaşmış şeyə Allahın ona verdiyi nemətlərlə yaxınlaşa bilir. Asanlaşdırdığı şeyə Allahın insana verdiyi güclə, qüvvətlə tez çata bilir. Amma sırf güc və qüvvət, sırf mal və dövlət, sırf insanda olan başqa xüsusiyyətlər o insanı çatdıra bilməz haqqa, əgər Allah müvəffəq eləməsə. Çünki o çox insanlarda var. Bu böyük bir nemətdir. Ona görə bizim evimizdən çıxıb məscidi qəsd eləyərək və işimizi tərtibləyib məscidi qəsd eləyərək və elmi və onun məclisini qəsd eləyərək çıxmağımız bu ayrıca bir şeydir. Bu ayrıca bir nemətdir, bu ayrıca bir uğurdur, bu ayrıca bir ilham da Allahdan insan üçün. Çünki Allah Teala qullarına ilham edir. Vəhiy kəsilib, bəli, amma ilham var. Allah qullarının qəlblərinə xeyri salır, onların qəlblərinə xeyri yönəldir, onların qəlblərinə xeyri sanki belə deyə nazil edir. Və insan onu hiss edir, əlhəmdülillah. Və ona görə biz bu fürsətləri, bu məqamları əlimizdə olan imkanlar dairəsində dəyərləndirməliyik, qiymətləndirməliyik. Və sonra, təbii ki, bu müqəddimə idi. Amma mövzu, bilirsiniz, təbii ki, həmişə olub. Həmişə olub, yəni bu indi deyil, həmişə olub. Allah Teala'nı, onun ayələrini, onun kitabını, onun peyğəmbərlərini inkar edən insanlar. Və inkar edən insanlar hər zaman nəyəsə irad bildiriblər. Hətta onların irad bildirdiyi şeylər, onların istədiyi kimi olsaydı belə, deyərdilər ki, bəs niyə belə oldu, bəs niyə belə olmadı? Yəni, onlar elə bir toplumdur ki, onlar razı qalmayacaqlar. Hətta məsələn desələr ki, Allah Teala niyə bunu belə yox, belə eləmədi? Məsələn, Allah Teala onu, elə onlar deyən kimi eləsəydi belə deyəcəkdilər ki, çünki irad eləyəndir bu. Deyəcəkdilər ki, yox, belədir, bəs niyə belə eləmədi? Ona görə sən o insanları razı sala bilməyəcəksən. Allah Teala buyurur ki, nə qədər çalışsan da onların çoxsunu iman etməyəcək. Yəni, sən nə qədər həris olsan da. Lakin deyilən sözlər olur, gətirilən fikirlər olur, onlara aydınlıq gətirmək lazımdır. Cavab vermək lazımdır. Xüsusən bilən insanlar bu məsələlərə aydınlıq gətirməlidir. Hətta başqaları şübhəyə düşməsin. Bəzən deyirlər ki, bu məsələdən niyə danışırsan? Məsələn, fərqi yoxdur hansısa bir məsələ. Yəni, mən danışıram ki, insan şübhəyə düşməsin. Mən özüm bilirəm. Yəni, mən danışıram və ya kimsə danışır və ya kimsə deyirsə, məqsəd qarşımızda olan insanların şübhəyə düşməməsidir. O demək deyil, biz şübhəyə düşə bilmərik. Əsla və kəllə. Hər kəs şübhəyə düşə bilər, hər kəs şübhəyə məruz qala bilər. Amma əsl olan budur ki, mən bir şeyi bilirəmsə, bu mənə bəsdir, sənə deməyə ehtiyac yoxdur. Amma əgər bu deyilirsə, artıq deməli ehtiyac var. Çünki soruşulan insanlar, onların sosial şəbəkələrdə və ya zənglərdə və ya telefonlarına gələn məktublarda məruz qaldığı suallardan onlar bilirlər ki, artıq nə hadisələr baş verir müsəlmanların arasında və onlara nə şübhələr atılır.
Ola bilər, məsələn, sən ondan xəbərin olmasın. Bu normaldır. Amma soruşulan insanlar, onlara gələn zəng, onlara gələn SMS, onlara gələn məktublar, onların əsasında başa düşür ki, artıq nə qədər belə şübhələr var. Və o şübhələrin qarşısında insanlar aciz qalmasın deyənə. Onlar ki, təbii ki, o şübhələri cavabını axtarır, onlar ki, o şübhələrə cavab axtarır, onlar üçün təbii ki. Şübhənin cavabını bilənlər və öyrənənlər, elhamdülillah, onlar da sağ olsunlar, yəni, öyrəndiklərinə görə. Onlar da öyrətsinlər və xeyrə vəsilə olsunlar, səbəb olsunlar. Lakin bəzən insanlar, bəzən eşidirsən ki, bu məsələdə nəyə ehtiyac var? Bu xatadır. Allah rəhmət eləsin Şeyx Rabiyə, Yerhamkallah. Allah rəhmət eləsin Şeyx Rabiyə. Həmişə Şeyx Rabiyə deyirdi ki, mənə qalanda mən bilirəm. Kim kimdir, kim nəçidir. Lakin, çünki etiraz olunurdu ona axı. Sən niyə deyirsən, sən niyə danışırsan? O da deyirdi ki, sənin üçün deyirəm. Hətta sən azmıyasan. Amma o, mən onu tanıyıram. Azğındır, yoxsa azğın deyil. Amma sən bilməyə bilərsən. Ona görə fikirlər, o şübhələr, xüsusən dinsizlər tərəfindən gələn şübhələr ola bilər səni anlatsın. Necə məsələn elə insanlar var, gəlir, elə bir şübhə deyir ki, müsəlman belə şeydə şübhəyə düşməməlidir əsla. Başım düşürlər. Bu şübhənin güclülüyündən deyil, bu müsəlmanların zəifliyindən. Hər əsən küləyin ağacı qırması küləyin güclüyündən deyil və hər əsən küləyin gücündən deyil, ağacın zəifliyindən. Bəli, külək ağacı yıxar. Amma da hər külək yox da, qasırğalar, falanlar. Amma hər külək əsəndə bunun damı gedirsə, bunun ağacı kırılırsa, bu nəsə əsassız və özəksiz bir şey qurub. Ona görə də hər bir əsən yel və hər bir əsən külək təsir edir buna. Ona görə atılan şübhələrin zərrə qədər çəkisi yoxdur elmdə. Lakin müsəlmanlar bilmədiklərinə görə elə təəccüblənirlər, elə gəlirlər və elə soruşurlar, sanki sanki qəribə bir şey deyil. Amma əsas şübhələrindən birisi Allah ehtiyacsızsa, heç nəyə ehtiyacı yoxdursa, niyə insanları ibadət üçün yaradıb? Niyə ibadət üçün yaradıb onları? Belə var suallar. Allah Teala ehtiyacsızdır. Nə üçün vəs yaradıb ibadətə insanları? Məyər Allahın ibadətə ehtiyacı var? Ən birinci bilmək lazımdır, düzgün cavab almaq üçün düzgün sual vermək lazımdır. Bu sual əslindən xatadır. Çünki hər bir sual soruşulmaz. İnsanın ağlına hər sual gələ bilər, bəli. Lakin hər sual soruşulmaz. Nə üçün soruşulmaz? Çünki onlar tərəfindən bu sualın xata olan tərəfi odur ki, onlar deyir ki, Allah Teala möhtac deyilsə, nə üçün insanı ibadət üçün yaradır? Ən birinci, siz Allahın varlığına inanmırsınız axı. Yəni, necə onun möhtac olmamağından, necə onun insanları ibadət üçün yaratmağından bəhs edə bilərsiniz. Sizdə əslən ona iman yoxdur. Yox, əgər siz bizdən cavab istəyirsinizsə, bizim cavabımız var, bizim kitabımız var, kitab doludur bu suallara cavabı. Ona görə sualın onlar tərəfindən varid olması xatadır. Yəni, sanki belə bir sual verirəm ki, bu sağlam qələmi kim qırıb? Bu sağlam qələm sağlamdır, bunu heç kim qırmıyor. Yəni, sənin əslən ona imanın yoxdur. Yəni, bu qələm əslən qırıq deyil. Sən əslən Allaha iman gətirməmsən, hətta deyirsən ki, Allah Teala heç nəyə möhtac deyil, sən nə üçün insanları ibadət üçün yaradıb? Sən əslən onun Allah ilah olmasına, sən onun yaradan olmasına iman gətirməmsən. Səninlə mübahisə Allahın varlığı və yoxluğu barəsində olmalıdır. Allah var, yoxsa yoxdur.
Bu sualın onlar tərəfindən hiləli qurulmuş formasıdır. Necə onlar keçən dərsə toxunduq ki, deyirlər ki, Allah Teala Allah'a kim yaradı? Belə sual verilmir, Allah'a kim yaradı? Bizə görə o yaradandır, yaradan yaradılmır. Aydındır? Bizə görə yaradan yaradılmır, yaradan yaradır. Sanki misal da çəkdik ki, sən gedirsən çörəkçiyə, deyirsən bu çörəyi kim düzəldir, kim bişirib? Deyir, mən. Demirsən ki, sən kim bişirib? Çünki bu sual olmaz. Çünki o bişirən özü deyil. Onu özün bişirmirlər. O xaliqdir. O yaradandır, o yaradılan olsaydı, sənə sual verə bilərdim. Onu kim yaradıb, onu kim yaradıb? Bu hamısı yaradılanlardır. Bu sual yarayır, caizdir yaradılan şeylərə. Amma yaradana belə sual vermək düzgün deyil. Bu ağılla da düzgün deyil, məntiqlə də düzgün deyil. Yəni, necə alimlər deyirlər ki, belə sual verənlər dəlixanaya. Çünki belə sual düzgün deyil. Sən yaradan üçün dinən ki, onu kim yaradıb? Sən onun yaradan olmağa inanmırsan. Mən yaradan olduğuna inanıramsa onun. Mənə görə o yaradandır, yaradılmıyor. Sən mənə o sualı niyə verirsən ki? Sənlə mən mübahisə etsək, yaradanın varlığını ispat eləmək üçün mübahisə edəcək ancaq. Qutardı, getdi. Qalan sualların hamısı batildir. Gəl mübahisə edək və ya münazirə edək və ya bəhs edək. Yaradan varmı, yoxsa yox? Amma Allah'ı kim yaradır? Zaten sən inanmırsan. Mənə görə deyirsən, mənə görə o yaradandır, yaradılan deyil. Yaradılan şey vardır deyərlər, bunu kim yaradır? Necə bayaq misal çəkdim, soruşursan ki, bu çörəyi necə düzəltmirsən? Deyir ki, məsələn buğdadan. Buğda hardan? Torpaqdan. Yaxşı, sonra neyləmişsən? Buğdanı üyütmüşəm. Sonra neyləmişsən? Məsələn, xəmir. Sonra neyləmişsən? Bişirmişəm çörəyi. Burada bitdi, bişirən budur. Bunda gəlir, hadisə qutarır. Demirsən, sən kim bişirir? Bu özü bişirəndir. Bişən şey deyil, axı. Allah Subhanahu wa Ta'ala daha uca misallara layiqdir. Və ikinci, lakin indi danışacağımız məsələ bu minbəb-i tənəzül. Minbəb-i tənəzül, yəni bir pillə aşağı düşmək baxımındandır. Yoxsa bu sual əslən kökündən xatadır. Amma tutalım, razılaşırıq yəni. Yəni, Allah Teala hər yaratdığı şeyə möhtacdırmı? Yox. Əgər Allah Teala hər yaratdığı şeyə möhtacdırmı? Möhtac deyil. Ne üçün bu sual varid olub onlardan? Onlardan bu sualın varid olması iki əsasa görədir. Bir, onlar insanı ali bir şey sayırlar. İki, xaliqi məxluqa bənzədirlər. Bu iki əsasdan doğub bu. Yəni nə? Bir şeyin hikmətini başa düşməyiblər. Deyiblər, insan başa düşmürsə, bu batildir. İnsan bunu dərk edə bilmirsə, insan bunu anlaya bilmirsə, bu batildir. Yox. Hər dərk olunmayan və hər hikməti bilinməyən şey batil deyil. Yəni, kör rəngləri görmür. Amma o demək deyil ki, rəngləri yoxdur. Rənglər var, o görmür. Aydındır, körün rəngləri görməməsi rənglərin yoxluğundan xəbər vermir. Sadəcə onun körlüğündən xəbər verir. Bir insan bir şeyin hikmətini bilməməsi, o şey hikmətsizdir olmaq mənasında deyil. Ne için? Çünki onun hikmətini bilən insanlar var. Yəni, sən bilmirsənsə, misalın körün misalındadır. Allah sənə göz versə, sən də görəcəksən. Kör hayır deyərsin ki, burada heç bir rəng yox. Görürsən, ağ var, yaşıl var, sarı var. Sadəcə onu başa düşürsə ki, üzürlüdür. Görə bilmir. Amma o həqiqəti inkar eləmirsən ki, kör görmürdü yəni. Ona görə onlar birinci insanı ali saydılar. Təbii ki, insan alidir, lakin hüdudundan qıraq ali deyil. İnsan hüduduna qədər alidir. O hüdudundan aşırı ona dəyər veriləndə o artıq ilah dərəcəsinə gəlir çıxır. Necə müşriklərin, Allahdan qeyri-ibadət olunan
şəxslərin bəzi sifətlərdə Allah Subhanahu taalaya bənzədilməsi. Məsələn, hər şeyi eşitdi, hər şeyi gördü, bizi görür, bizi eşidir, ehtiyaclarımızı bilir. Nə üçün o insanlarda həddi aşırır? Çünki onlar Xaliqlə bərabərləşdirilib müəyyən sifətlərdə, bütün sifətlərdə deməsəydi. Nə üçün insan belə fikirlərə gəlib düşür? Özünü çox yüksək görür. Həddindən artıq. Bir şeyin cavabını biz bilmiriksə, onda biz ona inanmırıq. O qədər şeylər var ki, sən onun cavabını bilmirsən və sən ona inanırsan. O qədər şeylər var. Sən onun cavabını bilmirsən və alimlər onun cavabını bilmir, amma inanırlar ki, o mütləq və mütləq bu proseslərdən keçib, bu prosesləri bitirib, sonra bu hala düşür. Məsələn, bir misal, meşənin dərinliklərində heyvanlar var ki, onlar olduqca cəngəllikdə yaşayırlar, olduqca cəngəllikdə. Alimlər onların nəsli necə artır bilmirlər. Yəni, hələ ayıra bilmirlər bunun erkəyi dişisi. Olduqca sıx yerdə yaşayırlar. Amma bilirlər ki, bunlardan nəsil artır. Biz indi bilmədiyimizə görə, onu kəşf edə bilmədiyimizə görə onu inkar edək, onların tənəssül, nəsil artımını ikisine ispat edirik. Lakin deyirik, biz bilmirik. Bu necə olur onlarda? Cinsi yolla mı olur, yumurta yolla mı olur? Ya nətəsə başqa bir cür şey olur. Allah bilir, nəsə olur amma. Baxma ki, biz onu elmi cəhətdən isbatını bilmirik. Və nə qədər də şeylər var ki, biz ümumiyyətlə onları bilmirik və onlar var. Ona görə Allah Subhanahu wa Taala nəyi yaradıbsa, o ona ehtiyaclı deyil. Onun ona ehtiyacı yoxdur. O ibadətə layiqdir. Allah Taala ibadətə layiqdir. İbadətə möhtac deyil. Fərq. Allah ibadətə layiqdir. Allah ibadətə möhtacdır. Bunun məntiqi və fəlsəfi baxımından yaxınlaşsaq, məntiqi və fəlsəfi baxımından hansı yollar yaxınlaşır? Əgər sözlərində olan ziddiyyət, yəni sualda olan ziddiyyət, əgər Allah ehtiyatsızdırsa, insanları da yaradıb, cinləri də yaradıb, ona ibadət eləsinlər deyənə, Allah Taala'nın ehtiyacı tam mı ödənir, yoxsa naqis qalır? Naqis qalır. Çünki ibadət eləməyən insanlar var. Çünki küfr eləyən insanlar var. Təbii ki, ibadət eləməyən insanlar qismlərə bölünür. Çünki kafirlər, müsəlmanlardan və s. və axırı inkarçılar falanlar. Bu o deməkdir ki, Allah Subhanahu wa Taala yaradıb, deyirlər, möhtac deyil, amma möhtac çıxır. Ne üçün? Çünki ehtiyacını tam ödətdirə bilmir axı. O ibadətə möhtacdır. Niyə yaradıb? Qulları da hamısı ibadət eləmir. Məsələn, 100 ballıq şkala ilə onun ehtiyacını götürək. Tutaq ki, məsələn, 50% ibadət eləyir, ödəyir. 50 qaldı axı. Möhtac da 50-yə tam da olsun deyə. İbadətə Allah möhtac deyil. Allah ibadətə layiqdir. Bax, qullarına xəbər verir ki, mən sizi yaratmışam və mən ibadətə layiqəm. Mənə ibadət edin. وَمَا خَلَقْتُ الْجِنَّ وَالْاِنْسَ اِلَّا لِيَعْبُدُ. Mən cinləri və insanları yalnız mənə ibadət etsinlər deyə yarattım. Bu ayənin birinci tərəfi. Sonra nə deyir Allah Teala? مَا أُرِيدُ مِنْهُمْ مِنْ رِزْقٍ وَلَا أُرِيدُ أَنْ يُطْعِمُونَ. Mən onlardan bir ruzi istəmirəm və mən onlardan məni yedizdirməklərini istəmirəm. Bu möhtacsızlıqdır da. Mən onları ibadət eləmək üçün yarattım. Amma ruzi istəmirəm. Yəni, möhtac deyiləm onlara. Nə də mənə nəsə versinlər deyə möhtac deyiləm onlara. İnnəllahu razzaq zul quvvetil mətin. Allah razzaqdır və qüvvət sahibidir. Güclü, əzəmətli qüvvət sahibidir. Lakin Allah Teala nə üçün yaradıb? İbadət eləmək üçün. Möhtacdır deyə, yox, layiqdir deyə. Layiqdir deyə yaradıb. Və yaratdığı hər bir şey Allah ibadət edir. Hər bir məxluq. Allahın yaratdığı hər bir məxluq Allah Teala ibadət edir. Allah Teala Quran-Kərimdə buyurur ki, yerdə və göydə və onlar arasında nə varsa Allah Teala'ya təsbih edir. Allah'a
tərifdir, Allahı zikr edir. Lakin la tefqahuna tesbihahum. Siz onların ibadətlərini başa düşə bilmirsiniz. Sual. Allah Teala yeri və göyü ibadət üçün yaradıb, yoxsa möhtac deyə yaradıb? Yəni, özü ona möhtac deyə yaradıb, yoxsa ibadət üçün yaradıb? Heç bir üçün. Lakin onlar Allah Subhanahu Taala'nı təsbih edirlər, təqdis edirlər, həmd edirlər, səna edirlər. Allah yerə ehtiyacı yoxdur. Nə də dağa ehtiyacı yoxdur. Nə də buludlara ehtiyacı yoxdur. Demək ki, Allah Teala yaradıb və ehtiyacı var, xatadır. Allah yaradıb və ehtiyacı da yoxdur ona. Allah Teala buyurur ki, Musa Aleyhisselama de ki, sən və yer üzərində hamı küfr etsə, Allah Teala yenə ehtiyacsız. Ne üçün belə düşünürlər? Çünki insanın idrak edə biləcəyi nöqtə özüdür. Yəni, müqayisə edə biləcəyi şey özüdür. Ondan o tərəfə müqayisə edəmir axın. Yəni, insan nəyisə edərsə, insanın bir şey eləməsi iki şey üzərindədir. Ya bir möhtaclıq üzərindədir, ya da boş-boşunu eləyir. Məsələn, bir stol düzəldir birisi. Bu ona ehtiyacı var deyə düzəldir. Əgər ehtiyacı yoxdursa, düzəldirsə, bu əbəs iş görür. Yəni, boş-boşuna iş görür. İnsanın bir şey düzəltməsi, bu iki şey üzərində qurulduğuna görə, bu şeyi deyən ateistlərin də müqayisələri özü də axı. Deyirlər, mən heç nəyi, məsəl üçün də ehtiyacsız eləmərəm. Deyirlər, sən məsəl üçün filan şey ehtiyacın olmadan eləyərsən, sən deyirsən, yox. Deyir, onda Allah yaradırsa, deməli ehtiyac var. Yox, sən müqayisə elədin Allah. Xaliqlə məxluq müqayisə olmaq üçün, nə üçün belə eləyirlər? Çünki idrakları insana qədərdir. Xaliq anlayışı barədə onlarda formalaşmayıb, elm. Bizə görə Xaliq tamam ayrı bir varlıqdır. Məxluq tamam bir ayrı varlıqdır. Məxluqda doğulma var, ölmə var. Yemə var, içmə var, yatma var, yorulma var. Xaliqdə belə şey yoxdur. Ona görə Yahudilər deyirlər ki, Allah Teala səmaları və yeri yaradandan sonra yoruldu. Allah Teala nə dedi? Allah səmaları və yerləri, onların arasındakiler 6 günə yarattı. وَمَا مَسَّنَا مِنْ لُغُوبٍ Bizə yorğunluq toxunmadı. Yəni, cavab verdi. Onlar nə ilə müqayisə etdilər? Onlar özləri ilə, yəni, bənzətdilər. Bir şeyi görən, bir şeyi edən, bir şeyi yaradan, bir işi görən yorulmalıdır. Çünki onların və onların mislində olan bunların müqayisə edəcəkləri şey özlərindən başqa bir şey yoxdur. Və Xaliqlə məxluqu bənzətdiklərinə görə, bunlar çünki ağılan idilər axı. Özlərini ağıllı sayanlardılar. Deyir ki, necə ola bilər, yaradıb möhtac deyil. Bəli, yaradıb möhtac deyil, o Xaliqdir. Sən düzəldirsən, ehtiyacın var deyər, mən də. Amma o yox. Yenə də deyirəm, əslan bu sual onlar verməli deyilir. Çünki onlar əslan yaradanın Allah olduğuna etiqad eləmir. Lakin biz dedik ki, min bəb-i tənəzül, bir diş aşağı düşmək, biraz mübahisə və münaqişə nəzdində insan deyə bilər ki, yaxşı, tutaq ki, sən deyən kimi. Bəs belə olsa. Tutaq ki, siz deyən kimidir. Yaradanla yaratmayan bir deyil. Xaliqlə məxluq bir deyil. Hər şeyi görənlə məhdud görən bir deyil. Hər şeyi eşidənlə məhdud eşidən bir deyil. Yiyib içənlə yiyib içməyən bir deyil. Doğanla və doğulanla doğmayıb və doğulmayan olan biri bir deyil. O bir deyil, necə körlə görən bir deyil, eşidənlə kar bir deyil. Allahla da yaratdığı məxluqat bir deyil. Allah Taala'nın insanlara ibadəti əmr etməsi möhtaclığından dolayı deyil. Və bəziləri deyir ki, mələkləri yaradıb.
heç nəyə ehtiyac yoxsa mələkləri niyə yaradır? Əslan belə sual verilmir. O yaradandır. Nə istəyir, yaradır. Sən deyirsən ki, mən onun yaradan olmağa inanmıram. O zaman bu sual nə bəsdir? Niyə mənə sual verirsən ki, yaradandırsa? Gəl onda denən ki, yaradanı ispat elə. Var ya yoxdur. Bunun mübahisəsində deyək. Amma sən buna inanmaya da müsəlmanlara şifa at ki, o əgər yaradandırsa və yaradıbsa, heç nəyə ehtiyacı yoxdursa, nə üçün məxluqatları yaradıb? Ya şeyx, bu sual sən mənə vermərsən. Sən mənə bir dənə sual verə bilərsən ki, yaradan Xaliq Allahdır yoxsa? Nəsə. Bunun mübahisəsi olar. Amma sən inanmadığın şey barədə mənə sual verirsən, mənim sən sual cavabım aydındır. Bu sualın və bu tip növ sualların məqsədi və məğzi insanları azdırmaq üçündür. Əslən ağıllı adam, ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah deyir ki, azğın adamın sualına cavab vermək üçün çox dərin fikirləşmək lazım deyil. Suala bax, cavab var orada. Yəni, xatalı hər bir sualın cavabı elə sualındadır. Xatalı hər bir sual, səhv olan hər bir sualın cavabı elə o sualın özündədir. Sadəcə olaraq biraz düşünmək lazım. Ona görə Şeyxülislam İbn Teymiyyə rahimehullah neçə dənə suallar var ki, ona yönəldilib. O birinci sualı düzəldib, sonra cavab verir. Amma deyib, sənin suala cavab vermərəm. Çünki sənin sualın səhvdir. Və bu alimlərin nə idi? Yəni, yoludur. Onlar birinci sualı oxuyurlar. Sual özü cavabdır əslində. Bəzən deyir, mən şübhə saldım. Deyir, Allaha kim yaradır? Ya, kömək olsun. Niyə? Allah kim yaradır? Və Allah yaradıbsa, ehtiyacı var deyə yaradır. İbadətə ehtiyacı var deyə yaradır. Əslən sual xatadır və sualın özü onlar üçün rəddir. Məgər insan hər bir şeydə hikməti bilməlidir? Hə, yoxsa yox. Bəziləri deyir hə, bəziləri deyir yox. Onlar deyir hə. Biz deyirik yox. Yəni, bilməsi vacib deyil. Yaxşı. Sizin məntiqlə bilməsi vacibdir. Hikməti bilinməsə, elmi isbat olunmasa, hikməti bilinməsə, əməl eləmək olmaz. O qədər əmrlər var və o qədər qadağalar var ki, əmr sahibindən icraçıya əmr olunur. İcraçı nə hikmətin bilir, nə bu işin arxasında nə var onu bilir, nə bunun tam mənasını idrak edir, lakin eşitdim və itaat etdim, gedir işi görür gəlir. Sizin müqayisəni o görə eləməsin. Sən mənə bütün hər şey detallarına hikmətini denən, niyə sən mənə bu işə göndərəsən? Müdür onu qovar işdən, rəis onu çıxardar işdən. Ged işinlə məşğul, işini gör. Sənin görəvin budur. Hə, sənin görəvin də budur, insan olaraq. O insanlar o qədər hikmətlərin bilmədiyi, səbəblərini araşdırmadığı, işlərin dalınca gedirlər ki. Və bəzən eşidirsən, məsələn, deyirlər ki, bilmirəm, amma başçı belə deyib. Bilmirəm, müdür belə deyib. Sən hikmətini bilmirsən. Bir də görsən, elə bir əmr çıxardır ki, iş sahibi və ya müdür və ya rəis, o müdür ki, görürsən, niyə belə deyir? Lakin heç kim demir, mən eləmirəm. Mən getdim. Nə üçün? Çünki cəza gözləyəcək. Sən elə səhv olsa da özü bilər. Bu məxluqda belədir. Xaliqdə səhv yoxdur. Sən hikmətini bilməsə də etdiyi hər bir əmr doğrudur. Sən hikmətini bilməsə də qoyduğu hər bir qadağa sağlamdır. Sən hikmətini bilməsən belə. Məyər məxluqlar arasında biri-birilərinə edilən əmirlər və qadağalar hamısının hikməti bilinir. Elə sirlər var ki, elə indi açılır ki, filan vaxtı, filan hakim, filan şeyi filan eləmişdi ki, ondan bir 50 il keçəndən sonra bu məsələ belə-belə olsun. Və heç kimə də hikmətini bilməmişdir. Onda elə çıxır ki, heç bir əskər, heç bir zabit, heç bir
belə deyək də, xadim, xidmətçi eləməməlidir. Hətta gəlməlidir ki, ey məlik, ey əzəmətli məlik, ey əzəmətli rəis, ey əzəmətli sultan, mənə bunların hamısının hikmətini de, sonra edin. Allah məxluqatda yanır. Nə deyirlər? Məsəl üçün, ged öz işinlə məşğul. Elhamdülillah. Ged öz işinlə məşğul. Başını sal aşağı işini gör. Lakin qardaşlar, Allah hikmətini də deyib, yaratmamız. Yaradır və hikmətini də deyib. Allah subhanahu wa ta'ala onların etdiyi vəsflə zalim çıxır. Əuzu billah. Vəsflə zalim çıxır. Yəni yaradır və cəhənnəmə salacaq. Bu da onların şübhələrindən biridir, hansı ki biz istəyir ona da tapmaq. Yaradıb cəhənnəmə salacaq. Allah Teala insanları cəhənnəmə salmaq üçün yaradılıb. Sadəcə olaraq Allah Teala qulları barədə elmlidir. Allah artıq yaradıb insanları. Sən desən ki, niyə yaradıb? Soruşmaq, necə soruşaq Allah'tan, niyə yaratmışsın? Artıq yaradıb və yaradılır. Və bu yaradılış gedir, bu onun kəsilməyən, ardı arası bitməyən sünnətidir, yoludur. Yaradır. İnsanlar törüyür və çoxalır. Aydındır. Sənin bu sualın, bu yaradılışın qabağını ala bilmir. Yəni, Allah insanı yaratmaqla zülm edib ona. Niyə? Cəhənnəmə atacaq. Bu sual da xatadır. Bu fikir də xatadır. Nə üçün? Hansı yaradılan insan? Fərqi yoxdur qadın, kişi. Hansı yaradılan insan cəhənnəmə gedəcəyini bilir. Və cənnətə gedəcəyini bilir. Heç bir yaradılan insan cənnətə və ya cəhənnəmə gedəcəyini bilmir. Allahın fərd olaraq xəbər verdiklərindən başqa və Rasulunun sallallahu aleyhi ve sellem. Yəni, məsələn, Allah Teala zalim olardı. O vaxt ki, yaradardı, başı başına bıraxardı. Yaradardı və başı başına bıraxardı. Məsələn, Rasul göndərməzdi. Kitab endirməzdi. İnsana ağıl və idrak verməzdi. İnsana iman verməzdi. İnsana hissləri verməzdi. İnsana dərk eləmək neymətini verməzdi. Yaradardı, o da gedərdi və düşərdi cəhənnəmə. Bəli, bu zülümdür. Amma yaratdı. İnsanı yaratdı. Və rəhmətindən, demirəm ədalətindən, rəhmətindən və ədalətin də üzərində. Bütün yaradılışların hamısını insan olaraq müsəlman yarattı. Yəni bir kişi Yahudi, bir qadın Yahudi və bir kişi Xristiyan, bir qadın Xristiyan. Övladları dünyaya gəlirsə o müsəlman doğuşaq. Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, hər bir doğulan mövlud, doğulmuş fitrəti üzərində doğulur. İslam üzərində. Valideynləri sonra onu ya Yahudi edir, ya Nəsrani edir, ya Məcusi. Demədi sonra ya müsəlman edir. Demədi ya sonra müsəlman. Çünki rəhmətindən müsəlman edir. Yəni Allah Teala onun yaradılışında ona cənnət istəyib. Və həmin insan, madam ki bilmir nə cənnət əhlidir, nə cəhənnəm. Və cənnət əhli olması üçün də bir addım yaxınlaşdırılıb. O da İslam üzərində dünyaya gəlib. Müsəlmandır o. Fitrəti sağlam, sonra pozulur. Və Allah Teala belə birisinə ixtiyar verir, seçim. Biz hamımız libasımızı seçib alır, hamımız. Hamı saçını yeni qıxdırmır, hər öz örgür. Hamı yeni əqqabını alır. Niyə? Çünki hər an öz
Zövqü var, hərənin öz ixtiyarı var, hərənin öz dükanı var, hərənin öz baqqalı var, gedib oradan alır istədiyini. Hərənin öz qidası var, baxma ki, qidalar çoxdur və halaldır. Heç kim gedib eyni şey yemir ki, hamı da cəhənnəmə getsin. Hamı da cənnətə getsin. Hər kəs seçir. Zülm o vaxt olardı ki, səni məcbur edərdi küfrə. Sənə iman yolunu öyrətməzdi, sənə haqq yolunu öyrətməzdi, sənə doğru yolu öyrətməzdi, sənə peyğəmbərlərin və rasulların sənə kitabları göstərməzdi. Sən dünyaya gələrdin və azğınlığın içində boğulardın. Bəli, bu zülm olardı. Amma yaradıb fitrət üzərində. Və rasullar və kitablar doğru yol, hidayət yolunu sənə göstərib, ondan sonra sən azırsansa artıq cəhənnəmi özün üçün səbəb olaraq sən götürürsən. Allah bilirdi, Allah bilir, Allahın elmində heç nə gizlin deyil. Allah bilir, yarpaq haçan düşəcək gəlir. Allahın elmindən gizli heç nə yoxdur ki. Lakin sən hardan bilirsən ki, sən cənnət əhlisən, yazı cəhənnəmə. Yəni, məsələn, o insanlar ki, deyirlər ki, biz filan əməllər edirik. Allah bizi belə yaradıb, biz də cəhənnəmə gedəcəyik. Yox ki, madam ki, sən elə belə əməl eləyənsənsə, buradan durub, məsələn, hansısa bir yerdə içməyə, yeməyə, filan yerə gedənsən, sonra o yoldan qısa meçid var da, gəl meçiddən. Madam ki, gedməyi bacarırsan. İxtiyarını niyə düzgün istifadə eləmirsən ki? Niyə ixtiyarını səhv istifadə edib yıxırsan Allahın üstünə? Deyirsən, Allah mənə belə yaradıb. Allah təala insanları cəhənnəmə atacaq. Allah bilir hər şey. Lakin sən hardan bilirsən ki, sənin üçün nə yazılıb? Sən eləyirsən, sonra bilirsən. Allahın insanlar barəsində olan elmi məcburiyyət demək deyil. Necə insanın insan barəsində olan elmi məcburiyyət demək deyil. Yəni, məsələn, tutaq. Mən, məsələn, bir nəfəri tanıyıram. Yaxşı tanıyıram onu. Sən də istəyirsən ki, onu bir işin dalınca göndərəsən. Mən sənə deyirəm ki, qardaş, onu göndərmək yaratmaz. Alındırmaz işi. Böyük ehtimal ki, işini görənməyəcək. O adam, həminki adam deyir, yox, mən istəyirəm göndərəm. Göndər. Göndərir. Gedir və o adam yaratmır. Amma o adamda, hansı ki, mən onu yaratmayacaq deyə vəsf etdim, o adamda yarıda bilmək vəsifləri də var. Yəni, o güc də var, o qüdrət də var, o ağıl da var. Sadəcə o insan olaraq elədir. O işin dalınca gedməmişdən qabaq, mən onu saxlasam, desəm ki, sən yaratmazsan. Zülmdür. Allah Teala insan əməl etməmişdən qabaq, öz elmi ilə insanı oda atsa bu zülmdür. Deyəcək, ya Rabbi, mən heç eləməmişdim. Mən bu arada belə bilirdim, mən heç eləməmişdim. Ona görə Allah Teala Quran-ı Kərimdə nə deyir? Deyir, əgər yaşasaydı belə pis işlər görəcəkdi. Kəhf surəsində. Allah Teala insan 80'də dünyasını dəyişir. Bilir ki, 90'a qədər yaşasaydı nə edəcəkdi? Amma 80'ə qədərə hesab edəcək. 90'a qədər olan onun elmindədir. Ona görə hesab eləməyi zülmdür artıq. İnsanın əməli Allahın elminə müvafiq olur. Məcburiyyət olmur. Yəni, o insan getdi və yaratmadı, gəldi. O mənə deyə bilərmi ki, mənim yaratmamazlığım sənin mənim barədə olan elmimə görə idi. Elmimə görə idi. Sən mənə yaratmaz bilirdin, mən də getdim yaratmadım. Mən deyirəm, amma kişi, mən səni yaratmaz bilirdim. Onun üçün get yarat da. Get yarat da. Mənim əgər elmim məxluq olaraq, yaradılmış biri olaraq, özüm kimi yaradılmış biri ilə müvafiq olursa və mənim elmim onu məcburiyyət eləmək demək deyilsə, hər şeyi bilən Allaha, hər şeyi əhatə edən Allah. O necə? Sən deyə bilərsən, ya Rabbi, sən mənə məcbur elədin. Sən deyək, sən hardan bilirdin, mən sənə bunu yazmışam, yoxsa bunu. Sən özün gedirdin, mən sənə ixtiyar vermişdim. Mən sənə 2 yol göstərmişdim, haqqı və batili, sən onu özün onu götürdün. Sən hardan bilirdin ki, yəni yazanda şahid olmuşdun, biz sənin haqqında qədər yazanda şahid olmuşdun. Amma yəqin bilirdin ki, sənə ixtiyar vermişdik. Çünki ayaqqabı alanda seçirdin, yemək yeyəndə seçirdin, nə bilim,
Evlənəndə seçirdin, falan öyle seçirdin. Hər şeydə seçirdin. Hələ deyəndə ki, əşi götür də qismət. Gördün, dəli yəni. Ha, qəbul eləmir. Deməli, insanın Allahın onun üzərində olan elmi məcburiyyət deməkdir. Yaxşı, Allah Taala insanı yaradıb və ona bu fürsəti verir, yəni cənnəti qazanmağı və ya cəhənnəmə düşməyi. Fürsət onun əməllərinin səbəbi ilədir. Yaxşı. Birdən o adam ki, bayaqki misalda göndərməsəydik və desəydik ki, biz bilirdik ki, sən fərasətsizsən, falan. O bizə deyə bilər ki, və deməyə də haqqı var ki, göndərərdiniz, görərdiniz fərasətini. Aydındır? Yəni, mənə bir ixtiyar verərdiniz. Mən gedərdim o işin dalınca, eləyərdim, baxardınız, eləyə bilirəm, yoxsa yox. Allah da sənə onu verir. Sən gedib yaratmırsansa, Allah Teala neynəsin? Nə mənada neynəsin? Yəni, sən onun üzərinə ata bilmərsən. Onun üzərinə ata bilmərsən. Deyəmərsən sən mənə bunu məcbur elədin. Çünki sən bilmirsən, axı yuxarıda sən üçün nə yazır. Sən sadəcə olaraq gedirsən, o işin xeyrini dalınca, alınmırsan həndə qədər. Deməli, yuxarıda o. Amma gedməmişdən qabaq demək ki, mən onsuz da cəhənnəmə gedəcəm. Allah bizi zülm edib, cəhənnəm üçün yaradıb insanlar. Bu xata fişirdir. Hardan bilirsən Allah Teala kimi cəhənnəm üçün yaradıb, kimi cəhənnəm? Sən əməli ver. Məyər o insanlar ticarətdə belədirlər? Yox, ticarətdə gedəcəklər, mallarını açacaqlar, bütün səbəblərdən yapışacaqlar. Bütün səbəblərdən yapışacaqlar ki, ticarətlər olsun, alış-verişlər olsun. Ha. Niyə onu edirsən? Çünki deyirsən ki, qardaş, Allah mənə əl verib, göz verib, nə bilim, nə verib. Eynən də onu burada da istifadə elə də, cənnətlə cəhənnəmdə də istifadə elə də. Seçim verə baxsana. Pis yolu, yaxşı yol, düz, səhv. Niyə gedib xatanı götürürsən, səhvi, deyirsən Allah mənə belə yazıb. Allah bizə zülm edib. Allah oda atacaq, cəhənnəmə atacaq bunları. Allah zalimdir. Allah zalim deyil, zalim sənsən. Allah rəhimdir, peyğəmbər göndərib sənə. Nəinki peyğəmbəri? Peyğəmbərlər, kitablar nazil edib, alimlər, xeyri danışanlar, xeyri deyənlər. Sən dayı qulaq asmayıb gedib onu götürürsənsə ona Allah Teala neynəsin? Yəni, mən deyəm, yəni tərzdən baxanda, dedik ki, Allah hər şey bilir. Ona görə hər bir Allahın yaratdığı məxluq, Allahın yaratdığı varlıq, Allah ona möhtacdır deyə yaratmayıb. Bir, ikinci, Allah yaradıb insanı və cini ibadət üçün və ona ixtiyar verir. Cənnət və cəhənnəmə gedəcəyini özü seçir. Allah bilir, bəli bilir. Lakin sən bilmirsən, o sənin üçün nə bilir? Bayaqki çəkdiyim misal. O insan gedib işi yaratmamışdan qabaq, mənim ona deməyim ki, sən yaratmazsan, gedim o işin dalınca, bu zülümdür. Lakin getsə, onun əməli mənim elmimə müvafiq olsa, əməli o eləyib. Nə olsun, mən belə düşünürdüm sən bax. Bu mənim səni biraz tanımağımdan sonra olan bir elmdir. Allah bizi nütfədən, yaradandan hamısını tanıyır. Hər şey bilir. Lakin gizlədib öz elmində, öz sirrində və insana ixtiyar verir. Buna görə alimlər deyir ki, Allah Teala iki elm barədə insana xəbər verib. İki elm barədə xəbər verib. Birini örgədib, birini gizlədib. Örgətdiyini örgənən nicat tapacaq. Öyrətmədiyini sadəcə xəbər verib, örgətmədiyini örgənən azacaq. Bir şey ki, Allah örgətməyib, sən onu nətər örgənəcəksən? Yəni, bir şey barədə ki, kitab yoxdur, sübut yoxdur, dəlil yoxdur. Mənim cənnətə və cəhənnəmə getməyən barədə Allah qatından nə yazılıb? Heç bir zərrə qədər də elmim yoxdur. Amma yəqin ixtiyarım var deyə bir elmim var. Yəqin bir ixtiyarım var, yəqin bir seçimim var deyə məndə elm var. Mən niyə görə yəqin elmim olan bir şeyi tərk eləyim?
və ehtimal olan bir yerə qaçım və orada pisi götürüm və deyim ki, Allah eləyib. Ey məntiq əhli, bu hansı məntiqə sığır və hansı fəlsəfəyə sığır? Sizdə bir şey yəqinliklə olarsa və bir şeydə ehtimal olarsa, hansı götürülür? Yəqin olan şey yoxsa ehtimal olan şey? Yəqin olan şey hər bir insan onda ixtiyar olmasına yəqinliklə inanır. Yaxşılardan mı yazılıb, pislərdən mi yazılıb? Bu hamımızda ehtimal. Elə isə biz yəqin olan şeyi götürüb ehtimalı tərk eləməli deyilik. Biz ehtimalı tərk eləməliyik, yəqini götürməliyik. Həmçinin bu yanaşma onların ağlı və məntiqi və fəlsəfi fikirlərinin tamamən ziddidir. Çünki onlar deyirlər ki, yəqin olduğun şey. Yəqin olduğun şey budur. Yəqin olmadığın şey də odur. Ona görə belə deməkləri düzgün deyil. Və həmçinin deyirlər ki, Allah Taala'nın cəhənnəmi yaratması onun rəhməti ilə ziddiyyət təşkil edir. Bu xatadır. Bu xatadır. Ən birinci Allah Teala izah olunmaz. Lakin onlar niyə belə deyirlər? Onların idrakının sonu yenə dedim, məxluqa dayanır deyənə. Ən ali məxluqlardan biri də insandır. Özünə dayanır deyənə müqayisəni Allahın feillərində, Allahın işində, Allahın tədbirində olan şeyləri öz feilində və öz tədbirində olanla müqayisə edir. Hər an ki, ağlı kəsimi deyir, ola bilməz. Çünki mən elə deyiləm axı və insan belə deyil axı. Düzgün deyil, axı sən elə deyilsən, elə olanlar var. Bax, sənin məntiqindən yanırsın. Ona görə onlar deyirlər, ağıl, kimin ağılı? Kimin ağılı? Ona görə bir dəfə biri vardı, gəldi mənimlə danışmağa. Bu qəbildə olan insanlardan idi. Mən dedim ki, sənə necə danışaq? Yəni, sən nəyə inanırsan? Yəni, əsasların nədir? Mən əsaslarımı deyim, sən oradan mənə xata olan yerləri bəyan et. Sən də əsl inandığın şeylərə, hüccət gətirəcəyin şeyləri mənə deyən, mən də oradan sənə yaxınlaşım. Çünki sən Quranı qəbul eləmirsən, hədis qəbul eləmirsən, sən nəyə inanırsan? Mən dedim, məndə kitabdır, sünnədir və sələf, sahabə. Sən də, dedim, məndə ağıl. Mən də dedim ki, kimin ağlı? Dedim, mənim. Dedim, onda elə çıxır ki, dünyada ən ağıllı adam sənsən. Dedi, yox, məndən başqaları da var. Dedim, onda sən ged o gəlsin. Çünki sən ona görə səhv danışarsın, səndən ağıllıdır. Yəni, sən danışma burada. Dedi, niyə görə? Dedim, çünki sən deyirsən ki, məndən ağıllı var. Səndən ağıllı varsa, deməli, sən xata eləyəcəksən ona görə. Dedi, yaxşı, sən ən ağıllısan. Dedim, hə, mən ən ağıllıyam. Nə qədər ki, kitab, sünnə, sələf, mən ən ağıllıyam. Hə, mən öz ağlımla elədiyim söhbətlər var. Məsəl üçün, danışıram, məsələn, filan məsəl üçün maşın yaxşıdır, filan maşın pisdir, filan ev yaxşıdır. Bunu səhv eləyə bilər. Amma mən vəhiy deyirəmsə, kitab, sünnəsə, mən ən ağıllıyam. Hə, mən ən ağıllıyam. Kitab, sünnə və sələf. Mən ən ağıllıyam. Hə. Gətir oradan xata. Amma sən ən ağıllısan, ən ağıllı deyilsən. Yaxşı, ən ağıllı kimdir? Ən ağıllını da bilmirlər kimdir. Hə, bu məntiqdə xata. Ona görə onlar deyirlər ki, ağıl bizdə hüccətdir. Kimin ağlı? Kimin ağlı? Allah insanların surətlərini müxtəlif yaratdığı kimi ağıllarını da müxtəlif yaratır. Kimin ağlı? Bunlar qısa məsələlər idi, hansı ki toxunduq. İnşallah gələn dərslərdə də inşallah toxunacağıq bəzi məsələlərə və Allahın yaratdığı cəhənnəm, od, Allahın rəhməti ilə zidd deyil. Necə insanın, onlar məxluqla qiyas etdiklərinə görədir, amma əslən Allah qiyas olunmaz. Allah yaradıb sağ yaradıb, cənnəti də cəhənnəmi. Lakin bir insanın əziyyət verməsi kiməsə, cəza verməsi kiməsə, bu onun əslən rəhim və rəhmətli olmamasına işarə deyil. Bəlkə də ədalətinə görə deyil. Bəlkə də düz eləyir, onlar ona layiqdir. Adam var, məsələn, görürsən, bunu da deyəm, eyb etməz. Bəzən eşidirsən və ya görürsən ki, bir ata övladını danlayır və ya vurur. Zahirən odur ki, o nə zalım kişidir. Bu nədir? Gəlir sənə deyir ki, o niyə vurur? Deyirsən, qardaş, mən öldürər.
Yəni, hər zahirən görünən əzab və ya cəza o rəhmətin olmamağına işarə eləmir. Əksinə, bəlkə o özü də rəhmətdəndir. Lakin insanların çoxu başa düşmürlər. Və sallallahu nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira.